Oradan da bu xəbər sevindirici bir xəbərdir. Bildiyiniz kimi ölkədə minlərlə vətəndaş yeni ev əldə etmək arzusundadır və bunu təbii ki, hər bir kəs bacarmır və dövlət bizim sosial dövlət olduğuna görə vətəndaşlara bunun üçün şərait yaradır. Dediyiniz fakt da həmin şəraitin bir görüntüsüdür və bildiyimiz kimi 28 fevral tarixində Azərbaycan Respublikası Milli Məclisində Mənzil Məcəlləsinə dəyişikliklə bağlı təkliflər üçüncü oxunuşda qəbul olunub və dünən cənab prezident bu təklifi, bu qərarı təsdiq edib və hal-hazırda həmin qərardan sonra hər bir sosial təminat baxımından problemi olan, müəyyən qədər belə deyək ki, mənzil əldə etmə imkanı olmayan vətəndaşlarımız bu qanundan istifadə eləyərək mənzil əldə etmə hüququ əldə edirlər və bu hüquqdan yalnız bir dəfə istifadə etmək şərti qoyulubdur. Bu olduqca ədalətli bir yanaşmadır. Çünki əgər sosial bir layihə tətbiq olunursa, o layihədə iştirak etmək hər bir belə deyək sosial təminat ehtiyacı olan vətəndaşın haqqıdır. Əgər bir şəxsə bir neçə dəfə bu hüquq verilirsə, təbii ki, bu digərlərinin hüquqlarının tapdanması ola bilərdir. Təbii ki, bu hüquqlar məhdudlaşdırılmalı idi və bu qərar təbii ki, belə bir şərait yaradır ki, Azərbaycan vətəndaşları qanunun verdiyi imkanlardan istifadə edib bir dəfə sosial mənzil əldə etmək üçün sosial kirayə müqaviləsi imzalamaq üçün müraciət etsinlər və mənzilə sahib olsunlar. Bunun üçün dövlət və ya bələdiyyə hesabında olan, fondunda olan mənzillər təklif olunacaq vətəndaşlara. İndiyə kimi bilirsiniz ki, şəhid ailələri, müharibə əhliləri, Çernobıl əhliləri, əstəminatlı gənclər bu hüquqlardan istifadə edib. İndi bundan sonra da təbii ki, bu cür davam edəcək və bu yenilik həqiqətən də 48-ci maddəyə əlavə dəyişikliklər vətəndaşlarımıza imkan yaradacaq ki, mənzil əldə etmək əlçatan olsun və bu hüquqdan daha çox vətəndaş istifadə eləsin. Mən sizdən bir şey də soruşum, bu mənzil fondu ilə bağlı kifayət qədər mənzilimiz varmı ki, vətəndaşların hamısını və ya bu prosesdə iştirak etmək istəyənləri təmin edə bilək? Təbii ki, belə binalar var. İndiyə qədər bilirsiniz ki, Qarabağ deməli, əhliləri üçün və şəhid ailələri üçün, eyni zamanda qazilər üçün bu tip binalar inşa olunubdur. Eyni zamanda bilirsiniz ki, öz yurtlarını məcburi tərk etmiş bizim vətəndaşlarımız var ki, hal-hazırda onlar işğaldan azad olunan ərazilərə qayıdırlar. Həmin onların yaşadığı binalar da təbii ki, boşalır və onlar da həmin mənzil fonduna aid olacaq binalardır. Eyni zamanda Azərbaycan dövləti bildiyiniz kimi sosial layihələrə davam edir və ola bilsin ki, yeni binalar tikilsin ki, vətəndaşlarımız mənzillə təmin olunsunlar. Hər halda mövcud qanundan irəli gələn müvafiq qərarları Azərbaycan Respublikası Nazirlər Kabineti yəqin ki, müvafiq tapşırıq əsasında icra edəcək və Azərbaycanda mənzil növbəsində olan qeyd olunan kateqoriyaya aid olan vətəndaşlar müəyyən olunacaq. Düşünürəm ki, biz açığı bu barədə çoxdan belə bir təkliflər də irəli sürmüşdük ki, müəyyən bir siyahı alma, müəyyən bir belə deyək ki, növbəli şəkildə mənzillərin verilməsi tətbiq olunmalıdır və hal-hazırdakı qərar doğrudan da bir daha onu sübut elədi ki, Azərbaycan dövləti sosial xarakterli dövlətdir və hər bir addımında, hər bir qərarında vətəndaşların maddi və rifah halını nəzərə alır. Bir dəqiqədən çox vaxtımız yoxdur. Çox qısa xahiş edəcəm sizdən. Kimlər bu evlərdən faydalana biləcəklər? Kateqoriya necə təyin edilir? Qeyd etdiyim kimi, şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzasında əlilliyi olan şəxslər, valideynini itirmiş vətəndaşlar, az təminatlı ailələrin nümayəndələri. Bu kateqoriyalar təbii ki, onlar müəyyən olunur qanunla və eyni zamanda həmin şəxslər müvafiq yaşadıkları ərazilərdə mövcud olan icra qurumlarına və bələdiyyələrə müraciət edəcəklər və yerində onların statusu, onların doğrudan da fonddan veriləcək mənzilə ehtiyacının olub-olmaması aydınlaşdırılacaq. Təbii ki, ilk növbədə
qeyd olunan kateqoriyaya daxil olan vətəndaşlarımızın mənzilə təmin olunması nəzərdə tutulur. Amma düşünürəm ki, yaxın gələcəkdə biz mövcud kateqoriyaya aid olan vətəndaşlarımızı mənzilə təmin etdikdən sonra bu yanaşma, bu qanun bütün ölkə vətəndaşlarına tətbiq oluna bilər. Çünki minlərlə gənc ailələr var ki, onlar mənzil arzusundadırlar və yəqin ki, gələcəkdə Azərbaycan dövləti gücləndikcə bu məsələlər həll olunacaq.